etməliyik ki, orada o tam alınsın. Bu suallar. Marker hər vərəqdəki sualların ümumi balı eyni olan 5 imtahan vərəqi yoxladı. Yəni 5 dənə vərəqiz var. Burada vərəqlər bu nisbətdədir. Ballar. Baxaq. Bu vərəqlər üzrə toplanan ballar bu nisbətdədir. Və uşaqlar, hər vərəqə eyni bal verməliymiş. Baxaq. Hər vərəq üçün eyni maksimum bal ola bilərmiş. Amma bu belə bal verib. İndi deyir ki, bütün vərəqlərdə toplanılan ümumi bal maksimal balın 5'də 3'üdür. Onda bu ümumi balımızı toplayın hələ nə qədərdir bu? Köməkləyin hələ müəllim. 12, 20, 39 mu eləyir? Bu 39x. Ümumi balın 5'də 3'üdür. Onda ümumi balı 3'ə bölüb neyniyərəm? 5'ə neyniyərəm? Vuraram. Belə deyil. Deməli, ümumi balım nə qədər olar? 65x. Və bizə ilk dəfə söz deyirdi. Nə deyirdi? Deyirdi ki, hər səhifəyə maksimum eyni bal verirəm. Yəni 65'i 5'ə böləndə hər birinə ən çox nə qədər bal verərmişəm? 13. Bu yazdıqlarımı anladınız mı? Bax 5 vərəqimiz var. Balları verdi, payladı. Bunları toplayıram, deyir bu bütün balın 5'də 3'üdür. Yəni 3'ə bölüb 5'ə vururam. Bəli. 5 vərəqinin maksimum balı 65. X-ə laf 1 də verə bilərsiniz. Amma deyir ki, hər vərəqədə eyni maksimal bal verə bilərdim. Onda 5'ə bölürəm, 5 dənə vərəqim var. Hər birinin balını tapıram ki, ən çox 13 bal verə bilərəm. İndi sonra nə deyir? Markerin yoxladığı neçə vərəqdə toplanan bal həmin vərəq üzrə maksimal balın 50%-dən çoxdur. Bunun 50% nə qədərdir ki? 6,5 deyil, azdır. Bəli. Bunun nə qədərdir? 6,5 deyil, çoxdur. Bəli. 6,5 deyil, çoxdur. 6,5 deyil, çoxdur. 6,5 deyil, çoxdur. Deməli, neçəsində çoxdur? Üçündə. Yox, 4'ündə. dördündə. Şu. Budur. O qədər cümlə sizi qorxutmasın. Anladınız? Bəli. İkincisini özünüz düşünərsiniz.